Salam olsun əziz və böyük Türk millətim. Salam olsun MGTV izləyicilərimiz. Salam olsun Mustafa bəy sizə və bütün Türk yurduna. Demək bu günləri mənim demək istədiyim bu qısa videoda bildiyiniz kimi 19 Ekim 2025-ci ildə Kuzey Kipris Türk Cümhuriyyətində Cumhurbaşqanlığı seçimidir. Mən buradan Kuzey Kipris Türk Cümhuriyyətində olan Türk qardaşlarımıza səslənirəm. Və hər yazılarımda da, hər çıxışlarımda da bacardığım qədər dəstək etmişəm. Təhlükələr də yazmışam. Əziz Türk millətim, Kipris xalqı, 1974-cü ildə Barış Hərəkatının həm Türk əskəri, həm də Kipris xalqının çox bədəllər ödəyərək Türk Müqavimət Təşkilatının fədailəri də başda Rauf Denktaş olmaqla bütün şəhidlərimizə, Türk Silahlı Qüvvələrinin məhmətçilərinə Allahdan rəhmət diləyirəm. Və bu günləri o hərəkətdə olan sağ qalanlara da can sağlığı arzu edirəm. Qazilərimizə də şəfa diləyirəm. Əziz Türk millətim, Kipris xalqı, bu seçimlərdə seçiminizi müxalifətdən olan Kiprisimizi rumlaşdıraraq türksüzləşdirmək istəyənə oyunuzu yox, ona deyil, Rauf Denktaşın mirasının daşıyıcısı və türklüyümüzü sovunan Ersin Tatara səs verin, oy verin. Bu seçimdə çox güclü Rum kəsimi tərəfdən təxribatlar olacaqdır. Və nəzərə alsaq ki, bu günləri Güney Kipris Rum kəsimi tərəfdə həm Rumlar, həm Yunanlar, həm Siyonistlər, həm İngilislər, həm Amerikanlar böyük oyunlar, kirli oyunlar oynuyor. Hətta dini adamları o ekumeni, Rum kəsimi, ekumeni, Bartolomeos, onlar da və EOKO terror təşkilatında yenidən fəaliyyələşdiriblər. Əziz Türk millətim, sizə ərmağan edilən, qanla yazılan bu torpağa sınırlarına sahib çıxın. Kiminsə kurduğu tuzaqlara düşməyin. Sizi kandırırlar. Kuzey Kipris Türk Cümhuriyyəti tərəfdə Mossad və digər Rum, Yunan ajanları çalışırlar. Orada deyərək pasaport veriləcək, nə bilim Rum kəsimindən bir yerdə olasınız, Avropa Birliyinə gələsiniz. Bunlar hamısı qondarma şeylərdir və yalandır və sizi kandırırlar. Yalnız Kuzey Kipris həmin şəhidlərimizin qanına və o fədailərin və Kipris xalqının o zülümləri, türklərə qarşı yapılan zülümləri durduraraq və Türkiyə Cümhuriyyətimiz o zaman rəhmətli Ecəvidin və Ərbəkan Hocanın başçılığı ilə hər şeyi gözə gətirərək bütün dünyanı qarşılarına alaraq Kiprisdə türklərə olan qətliyamları durdurdular və bu günlərdə o hərəkətdən sonra Kuzey Kipris Türk Cümhuriyyəti oldu. Siz baxmayın ki, sizi hələ ki tanımırlar, ancaq mən Azərbaycandan olaraq, Böyük Turan Birliyinin Azərbaycan təmsilçisi olaraq hər zaman dəstəkləyirəm və bütün Azərbaycan xalqı, Azərbaycan türkləri də sizi dəstəkləyir. Və zamanı çatanda da bütün dünyaya elan edəcəyik, tanıdıracağıq. Sadəcə olaraq zaman lazımdır, siyasi dəngələr belə gedir. Mənim deməyim budur. Mənim deməyim öz yurdunuza sizə ərmağan edilən, şəhidlərimizin ərmağan etdiyi Cümhuriyyətə, vətəninə sahib çıxın. Kiminsə sözlərinə inanmayın. Bu günləri Kuzey Kipris Türk Cümhuriyyətində 50 mindən çox Yahudi yerləşdirilib, o torpaqları alıb sitələr tikib yerləşdiriblər. Rum kəsimi tərəfə 100 mindən çox Yahudilər, Siyonistlər yerləşdirilibdir. Hətta Rum kəsimində polislərin eğitimini də verən Siyonist əskərlərdir, Siyonist öğretmenlərdir. Buna diqqət edin. Heç Rumlara da qalmayacaqdır yeri gəlsə. Əgər türklərə qarşı boyun olunarsa, əgər siz seçiminizi düz eləməsəz, o Rumlar da olanlar, oranın təmiz 2-ci İsrail dövləti qurulur və siyonistləşdirəcəklər.
Siyonizmin banilərindən biri olan və İsrail dövlətinin qurucusu Teodor Herzl hər zaman dediği sözü deyirəm. Deyirdi, Küds bizim üçün nədirsə də Kiprisdə odur. Kiprisdə çox Rum kəsimi tərəfdə kirli oyunlar gedir. Hətta sloganlar da atır türkləri adadan qovmaq. Heç bir türkə bir söz deyə də bilməzlər, nə də qova bilməzlər. Sadəcə olaraq Kipris xalqı öz iradəsini qabağa qoymalıdır. Sizin arxanızda koskoca Türkiyə Cümhuriyyəti var. Mən bu günlərdə fəxrlə deyirəm ki, biz Kuzey Kipris xalqına deyirəm. Biz 3 millət, 3 dövlət, 1 millətik. Kipris Türk Cümhuriyyəti, Türkiyə Cümhuriyyəti və Azərbaycan Cümhuriyyəti. Biz 1 millət, 3 dövlətik. Və bildiyiniz kimi dəfələrlə Ersin Tatar Azərbaycana dəvət olunubdur. Prezidentimiz də tərəfdən təşkilatlarda, Türk Dövlətləri Təşkilatının zirvə toplantısı da dəvət olunubdur. Və bütün dost da görüb, düşman da görüb. Əzizlərim, Cumhurbaşkanlığı seçimlərində Ersin Tatarın, Rauf Denktaşın mirasının qoruyucusu və Türklüyümüzü savunan Ersin Tatara oy verin. Və bir daha buradan Azərbaycandan Kuzey Kipris Türk Cümhuriyyətində olan Türk xalqıma, Kipris xalqına salamlar deyirəm. Vətənlə Türkiyədir, Türkiyələ Türkistan, vətən böyük məhəbbət Turan. Siz bizim üç bəyliyimizsiniz. Bunu unutmayın. Tarix şərəflə yazılır. Vətəninizə, devlətinizə, cumhuriyyətinizə, qanla qurulmuş cumhuriyyətinizə, sınırlarınıza sahib çıxın. Nə mutlu Türküm deyənə.